29-cu hissə Tanrının ölümü Friedrich Nietzsche Tanrı ölüb. Bu, Alman filosofu Friedrich Nietzsche'nin yazdığı ən məşhur cümlədir. Amma Tanrı necə ölə bilər ki? Tanrı ölümsüzdür axı. Ölümsüz olanlar isə ölmürlər. Onlar əbədi yaşayırlar. Müəyyən mənada bütün məsələ də bundadır. Məhz buna görə Tanrının ölümü qəribə səslənir. Nietzsche bilərəkdən Tanrının ölümsüz olması ideyası ilə oynayırdı. Onun sözləri Tanrının bir zamanlar sağ olması, indi isə ölməsi mənasına gəlmirdi. O, Tanrıya olan inamın öz əsasını itirməsinə işarət edirdi. Özünün Şən Müdriklik kitabında Nietzsche Tanrı ölüb ifadəsini əlində fənərlə hər yerdə Tanrını axtaran, lakin onu tapa bilməyən xarakterinin dilindən səsləndirir. Kəndlilər onun dəli olduğunu düşünürlər. Nietzsche heyrətamiz insan idi. Çox gənc ikən 24 yaşında Basel Universitetində professor vəzifəsini tutanda onun qeyri-adi akademik karyera quracağı gözlənilirdi. Lakin onun eksentrik və orijinal düşüncə tərzi mövcud şəraitə uyğun gəlmirdi. Onun öz həyatını çətinləşdirməkdən zövq alması təəssüratını bağışlayırdı. Ən nəhayət, 1879-cu ildə öz xəstəliyi üzündən o universiteti tərk edir. İtaliya, Fransa və İsveçrəyə səyahətlər edir. O dövrdə demək olar ki, oxunmayan, indi isə həm fəlsəfi, həm də ədəbi əsər kimi son dərəcə məşhur olan kitablarını yazır. Onun psixoloji sağlamlığı getdikcə ağırlaşır və ömrünün son dövrünü o əsasən psixiatriya sığınacaqlarında keçirir. Immanuel Kantın ardıcıl təqdimatlarından fərqli olaraq Nietzsche oxucuya pərakəndə şəkildə, yəni müxtəlif yönlərdən yanaşır. Yazılarının çox hissəsi qısa hekayələr, paragraflar və hətta bir cümləlik şərhlər şəklindədir. Fikirlərinin bəziləri ironik, bəziləri səmimi, bəziləri isə ötkən və provokativ xarakterlidir. Bəzən sizə elə gəlir ki, Nietzsche üstünüzə qışqırır. Bəzən isə sanki qulağınıza sirli bir şey pıçıldayır. Çox zaman oxucunun onunla vəhdətə gəlməsini istəyir. Sanki oxucuya, biz ikimiz də əslində nəyin necə olduğunu bilirik. Kənardakı o biri axmaq insanlar isə xəyallara aldanırlar deyir. Onun daim müraciət etdiyi tək mövzu əxlaqın gələcəyidir. Əgər Tanrı ölübsə, bəs onun yerini nə tutacaq? Nietzsche bu sualı özünə verirdi. Onun cavabı bunun bizi əxlaq üçün əsassız qoymasıdır. Bizim doğru və yanlış, xeyir və şər haqdakı təsəvvürlərimiz Tanrının mövcud olduğu dünyada bir əhəmiyyət kəsb edir. Tanrının olmadığı dünyada isə onlar öz əhəmiyyətini itirir. Tanrını ixtisar etsəniz, biz necə yaşamalı olduğumuza dair təlimatı və dəyərlər toplusunu da itirərik. Bu, kəskin bir mesaj idi və müasirlərinin çoxu bunu eşitmək istəməzdilər. O, özünü əxlaqa zidd biri adlandırırdı. Bilərəkdən pis işlər görən biri deyil, əxlaqdan daha yüksəkdə dayanan biri. Hətta kitablarından birinin adı da yaxşının və pisin fövqündə idi. Nietzsche'yə görə Tanrının ölümü insanlıq üçün yeni imkanlar açır. Bu, həm qorxulu, həm də ruhlandırıcı idi. İşin pis tərəfi isə o idi ki, ortada hər hansı təhlükəsizlik yastığı, yəni insanların necə yaşamalı olduğuna dair heç bir təlimat filan yox idi. Din insanların davranışlarına məhdudiyyətlər qoyduğu halda, Tanrının yoxluğu bu məhdudiyyətləri aradan qaldırırdı və insanın davranışlarına tam sərbəstlik verilirdi. Məsələnin müsbət tərəfi, ən azından Nietzsche'yə görə yaxşı tərəfi isə indi artıq insanların özlərinin dəyərlər toplusu hazırlamaq imkanına sahib olması idi. Onlar öz yaşam tərzlərini seçməklə həyatlarını əsl sənət əsərinə çevirə bilərdilər. Nietzsche görürdü ki, Tanrını ixtisar edəndə xristianlığın doğru və ya yanlış olduğunu müəyyən eləmək olmur. Bu, özünü aldatmaq olardı. Bu, mədəniyyətinin təbliğ etdiyi dəyərlər, mərhəmət, nəvaziş və xeyirxahlıq sual altına alınardı. Onun məqsədi bu dəyərlərin haradan gəldiyini müəyyən etmək idi. Nietzsche'yə görə zəif və köməksizlərə əl tutmaq kimi xristian dəyərlərinin heyrətamiz bir mənşəyi vardı. Siz mərhəmət və nəvazişin yaxşı xüsusiyyət olduğuna şübhə etmirsiniz. Yəqin ki, tərbiyə prosesində xeyirxah olmağı sizə aşılamış,
özünü düşünməyi isə arxa plana itələmişdilər. Genealogiyanın tarixini öyrənərkən bu dəyərlərin haradan gəldiyini biləndə, onların bütün zamanlar üçün doğru olmasına və bizim necə yaşamalı olduğumuza dair obyektiv fakt olmasına şübhə edəcəksiniz. Özünün Əxlaqın Genealogiyası adlı kitabında o, qədim Yunanistanda qüdrətli aristokrat qəhrəmanların öz həyatlarını xeyirxahlıq, nəvaziş və yanlışlığa görə günahkarlıq hissləri ətrafında deyil, döyüşlərdə göstərilən şücaət, qəhrəmanlıq və rüsvayçılıq ideyaları ətrafında qurduqlarını təsvir edir. Bu, Homerin Odisseya və İlyada poemalarında təsvir etdiyi dünyadır. Bu cür qəhrəmanlar olan dünyada gücsüzlər, zəiflər və qullar güclülərə paxıllıq bəsləyirdilər. Qullar öz nifrətlərini və paxıllıqlarını güclülərə yönəldirdilər. Bu negativ hisslərdən onlar yeni dəyərlər toplusu yaratmışdılar. Aristokratların qəhrəmanlıq dəyərlərini onların başlarına aşırtmışdılar. Aristokratlar kimi güc və qüvvəti alqışlamaq əvəzinə zəiflərin qayğısına qalmağı və xeyirxahlığı onlar bir dəyərə çevirmişdilər. Nietzsche'nin qul əxlaqı adlandırdığı bu dəyərlər toplusu gücü pislik, öz zəiflik dəyərlərini isə yaxşılıq kimi qələmə verirdi. Xeyirxahlığın öz mənşəyini məhz paxıllıq hissindən alması hər şeyə meydan oxumaq idi. Nietzsche aristokratların və qəhrəmanların güc-qüvvət dəyərlərini xristianlığın zəiflərə nəvaziş dəyərlərindən daha üstün tuturdu. Xristianlıq və onun təbliğ etdiyi dəyərlər bütün insanları eyni gözdə görürdü. Nietzsche isə bunun yanlış olduğunu düşünürdü. Məsələn, Beethoven və Shakespeare kimi qəhrəmanlar adi insanlardan daha artıq dəyərlərə malik idilər. Paxıllıqdan qaynaqlanan xristian dəyərləri insanlığı geriyə doğru aparırdı. Bunun qarşısında zəiflər tapdana bilərdi. Lakin güclülər üçün yarana biləcək imkanlar buna dəyərdi. Zərdüş belə demişdi kitabında, o, Superman haqda yazmışdı. Bu, şərti mənəvi dəyərlər vasitəsilə inkişafdan qalmamış gələcəyin xəyali insanı idi. Güman ki, Darwinin təkamül nəzəriyyəsindən ilhamlanaraq o, Supermeni insan təkamülünün növbəti addımı kimi görürdü. Bu, narahatlıq doğuran məsələdir, çünki özünü bir qəhrəman sayan və öz inkişaflarında başqa insanların maraqlarını saya salmayan insanları dəstəkləmək təəssüratı yaradır. Ən pisi isə nasistlərin Nietzsche'nin məhz bu ideyasını əsas götürərək, öz ali irq anlayışlarını formalaşdırması və sonsuz vəhşiliklər törətməsi idi. Halbuki bir çox alim onların Nietzsche'nin fəlsəfəsini təhrif etdiklərini bildirir. Bu baxımdan Nietzsche'nin bəxti gətirməmişdi. Ağlını itirəndən və ölümündən sonraki 35 il ərzində onun bütün işlərinə bacısı Elizabeth nəzarət etmişdi. Bu qadın qatı milliyyətçi və antisemit idi. O, qardaşının qeydlərini araşdırmış, xoşuna gələn hissələri saxlamış, Almaniyanı tənqid edən və ya şəxsən özünün xoşuna gəlməyən ideyaları ixtisar etmişdi. Onun Nietzsche'nin ideyalarından kopyalanmış İradə Gücü adlı kitabı, Nietzsche'nin yazılarını nasizm təbliğatının mənbəyinə çevirmişdi. Və Nietzsche 3-cü Reyxin təsdiqlənmiş müəllifi sayılmalıydı. Nietzsche özü o vaxta kimi yaşamış olsaydı, yəqin ki, buna əsla yol verməzdi. Buna baxmayaraq, onun bir çox yazıları güclülərin zəiflər üzərində hökmranlıq hüququna sahib olduğunu müdafiə edir. Lakin bu heç də o demək deyil ki, güclülər zəifləri hər fürsətdə əzməlidir. Məntiqi əsası alqışlayan Immanuel Kantdan fərqli olaraq, Nietzsche emosiya və irrasional qüvvənin insan dəyərlərinə təsirini daima vurğulayırdı. Onun bu baxışları alt şuur istəklərinin təbiətini və gücü araşdıran Sigmund Freydə mütləq öz təsirini göstərmişdir.